69 yaşım var. 62 ildir Neftçi azarkeşiyəm. Atam, anam, qardaşım, dayım həmişə gəlirdilər. Dayım da gəlirdi bizə. Yaxşırdıq televizorun başına azarkeşlik eləyirdi. Elə mən də onlara baxıb Neftçi azarkeşlik eləmişəm. Həmin illərdə həmişə izləmişəm. Oyuncuların adı həmişə yadımdadır. Kramarenko var idi, Buruqdi var idi, Sevimimiz Banişevski var idi, Kazbek Tuayev var idi. İndi də görüşürəm ondan həmişə. Bir-iki dəfə dayım aparmışdı, sonra aparmırdı. Deyirdi, orada kişilər çoxdur, ona görə aparmırdı. Uşağı idim, aparmırdı. Banişevskini 2 ili futboldan uzaqlaşdırmışdılar. Qonşumuzun dayısı oğlanları ilə dost idi. Gəlmişdi onlara o vaxtları. Onda Neftçi də oynayırdı Araratla. Onların televizoru xarab olduğundan keçdi, bizdə baxdılar. Onda Ararat uddu Neftçini 1-0. İnan ağlaya-ağlaya getdi. Bizi də ağlatdı, özü də ağladı. O ilisi azarkeşlər stadionu dağıtmışdılar, qapını sındırmışdılar, skameykanı sındırmışdılar. O ili Səməd Qurbanov da futbola əlvida dedi. Dedi ki, biz ki belə uduzduq ermənilərə. Mən daha futbol oynamaram. Uşaq vaxtından elə bil möcüzə oldu. Elə danışmırdı. Mağazaya getmişdi atası ilə. O qədər oyuncağın içində getdi, top götürdü. Özü birinci sözü onun top dafa oldu. Hələ heç ana ata söz demirdi. Elə o vaxtdan o dil açandan dedi, mən futbolçu olacağım, elə də oldu. Atası da aparıbdı, evdə olan vaxtları işdə olmayanda atası Neftçidir. Mən də aparmışam, anası da aparan vaxtı olub. Amma oyunlarına hamısına gedib izləmişik. Bir vaxtı atası da futbol oynadı, biz rayonda yaşayan vaxtları. Ukraynaya getmişlər futbol oynamağa. Sonra nəsə də daha çox pis dönəmə düşdü, davam elətdirə bilmədi. Ancaq indi Neft çıxarır. Bu günləri Neftçi qələbə çalacaq, qələbə bizindir. Neftçi ilə irəli, Neftçi flaqmandır, Neftçi bizindir, qələbə bizindir. Ha, kim yıxdı onu? Samir Abbasov yaxşıdır, düzdür. O vaxtı Muradı Qriqorçuk əsas heyətə seçdi. Ancaq şans verməmişdi, oynatmamışdı onu. Sonuncu oyunda 15 dəqiqə saldı, ondan sonra da özü istefa verdi, getdi. Samir Abbasov ancaq gənclərə önəm verdiyinə kimi Murad da şans verdi, oynatdı. Murad da özünü doğrultdu, pis oynamadı, keçən il yaxşı oldu. Bu ildə indi yenə Samir ona şans verir. Ən yaxşısını məşqçi bilir, biz bilmirik ki, kimi oynatmalıdır, kimi oynatmalı deyil. Murad indiyənə kimi Neftçidə olubdu. Neftçinin çörəyini yeyibdi, elə bil. Məşqçiləri çox olub onu bu vaxtdan gətirib çatdırana. Mən istərdim ki, Murad elə məşhur olsun. Elə dünyada desinlər ki, bir Neftçi komandası var. Ən məşhur oyuncu orada Neftçidir. Heç yerə getməsin, elə Neftçidə qalsın. Həmişə televizordan da izləyirlər. Oynayanda, qələbə çalanda, qol vuranda həmişə məni də təbrik edirlər. Qonşular, dostlar, tanışlar, elə telefonda da təbrik edirlər həmişə. Hələ öz uşaqlarından, yoldaşlarından da oyuna gedib baxanlar olur həmişə, stadiona gedirlər. Deməli də 7 yaşından azarkeşəm. Neftçinin yaxşı günlərini də görmüşəm, pis günlərini də görmüşəm. Mən inanıram ki, Neftçi yenə dirçələcək. Belə qalmayacaq. Onlara sözüm budur ki, yığılıb gəlsələr azarkeşlər hamısı motivasiya olar. Azarkeş olanda yaxşı komandalarda da həvəs olur. Rəqabət olur, yaxşı oynayırlar. Özlərini azarkeşə göstərmək istəyirlər ki, siz bizi dəstəkləyin, yığılıb, biz də yaxşı oynayaq.